Salam əziz MIX sertifikasiya hazırlaşan müəllim namizədlər. Bugünkü video izahımız handbol idman oyununun izahı olacaq. İzahdan ilk öncə tarixlər haqqında məlumat vereyim. Handbol idman oyunu 1898-ci ildə Danimarkada fizik tərbiyə müəllimi Holger Nielsen tərəfindən yaradılıb. 1898-ci ildə. Və handbol sözünün mənası hand əl, bol isə top deməkdir. Və 1946-cı ildə handbol üzrə beynəlxalq federasiya yaranıb. 1936-cı ildə isə handbol olimpiya oyunlarına daxil edilib. 1936-cı ildə. Elə həmən ildə də 11-in 11-ə olimpiya oyunlarında kişilər iştirak edib. Kişilərdən yığma komanda. Və 1972-ci ildə kişilər arasında 7-nin 7-yə olimpiya oyunlarında iştirak edib. Baxın, 1936-cı ildə ilk dəfə 11-in 11-ə iştirak edib. Amma 1972-ci ildə artıq 7-nin 7-yə iştirak edib. Və hal-hazırda handbol idman oyunu 7-nin 7-yə oynanılır. 1976-cı ildə artıq qadınlar olimpiya oyunlarında iştirak edib. 7-nin 7-yə qadınlar. Və baxın, belə bir şey deyim sizə. Basketbolda yadınıza gəlirsə, demişik basketbolda. Kişilər ilk dəfə 1936-da iştirak edib olimpiya oyunlarında və qadınlar da həmçinin 1976-da. Yəni basketbolda inteqrasiya etsəniz, yadınıza düşər ki, 1936-da həm kişilər olimpiya oyunlarında iştirak edib, 1976-da da qadınlar. Yəni bunu bu şəkildə asanlıqla yadda saxlaya bilərsiniz. Və handbolun Azərbaycanda inkişafı təsadüf çəkir 1955-ci ildə. Azərbaycanda ilk yaranma tarixi kimi götürülür və 1955-ci ildə, üzr istəyirəm, 57-ci ildə handbol üzrə Sarkın adlı şəxs ilk dəfə klub yaradıb. Yadınızda saxlayın. 1955-də yaranması təsadüf edilir. 1957-də artıq klub yaranıb. 1992-ci ildə isə Azərbaycanda handbol federasiyası yaranıb. Və həmən ildə də, yəni 1992-ci ildə Azərbaycan Handbol Federasiyası üzv olub Beynəlxalq Handbol Federasiyasına. Və Azərbaycan Handbol Federasiyasının prezidenti Salih Məmmədovdur. Yadınızı saxlayın. Bu bizim tariximiz. Handbol üzrə olan tarixlər. Keçək meydan izahını verim. Meydanın uzunluğu 40 metr. Uzunluq 40 metr. Eni isə 20 metrdir. 20 metr. Uzunluq 40 metrdir, eni 20 metr. Baxın, uzun olan xətt, uzunluq yan xətt adlanır. Enli olan, qısa olan xətt isə arxa xəttdə deyə bilərik, ön xəttdə deyə bilərik, qapı xətti də deyə bilərik. Yəni bunların üçünü də deyə bilərik. Çünki yəni 2026-cı ildə MIX sualı olub, bu arxa xətt dediyimiz və yaxud da qapı xətti dediyimiz ön xətt kimi sual düşmüşdü. İndi izahda deyəcəm hansı sual idi. Və meydanda gördüyünüz bütün xəttlərin qalınlığı 5 cm-dir. Yalnız bizim qapımız var. Yalnız qapı xətti və dirəklərin ölçüsü isə 8 cm-dir. Və qapının hündürlüyü 2 metr hündürlük. Eyni yəni. Uzunluğu isə 3 metrdir. Yadınızı saxlayın. Və qapı xəttindən, bax bu dediyimiz qapı xətti sayılır. Qapı xəttindən irəlidə meydanın mərkəzinə sarı 4 metr irəlidə
çəkilən bir 15 santimetrlik xətt var. Bu qapıçı xəttidir. Nə funksiya daşıdığını deyəcəm. Və qapı xəttindən mərkəzə sarı irəlidə 1 metr uzunluğu olan, 7 metrlik cərmə zərbəsi xətti var. Onun da izahını verəcəm. Və buradan da, yəni qapı xəttindən də bu gördüyünüz yarım dairə var ha. Bu 6 metrlik qapıçı meydanıdır. Onun da izahını verəcəm. Və qapı xəttindən bu qırıq xətt. Bu 9 metrdir. 9 metr. Yadınızda saxlayın. Bu da sərbəst zərbə xəttimizdir. Hər birinin funksiyasını deyəcəyəm. Və elə ölçülərdən demişkən, bir də mərkəzdən, meydanın mərkəzindən düz xətt çəkilir, gördüyünüz kimi. Bu düz xətt meydanı 2 bərabər hissəyə ayırır. Və meydanın mərkəzindən dairə çəkilir, gördüyünüz kimi. Dairənin çəkilməyə də bilər. Həndbolda bu mərkəzdə dairə ola da bilər, olmaya da bilər. Mərkəz dairənin radiusu 2 metr, diametri isə 4 metrdir. Yadınızda saxlayın. Və yenə ölçülərdən demişkən, topun çəkisinin çevrəsini də deyim. Topun qadınlarda, baxın qadınlar, qadınlarda çəkisi 375 qramdır. Çevrəsi isə 54-56 santimetrdir. Bu kişilərdə isə, bu qadınlarda idi. Kişilərdə isə çəki 425-475 qramdır çəkisi. Çevrəsi isə 58-60 santimetrdir. İndi tələs yazıram, xəttim biraz pis düşür, yəni səsdə də eşidirsiniz. Bu da topların çəkisi, çevrəsi. Bunu bildik. İndi keçək oyun qaydalarının izahını verək. Oyun necə başlayır, oyun neçə hissədən ibarətdir, komanda heyəti və s. Aha. Oyun 2 hissədən ibarətdir. Birinci və ikinci hissə. 2 hissədən ibarətdir. Hər hissəmiz 30 dəqiqədən ibarətdir. Və hissələr arası fasilə 10 dəqiqədir. 10 dəqiqə. Hissələr arası fasilə 10 dəqiqə. Beynəlxalq yarışlarda isə 15 dəqiqə olur. 15 dəqiqə. 15 dəqiqə. Və bu 2 hissə 30 dəqiqə dedik. Bu şəkildə yazılır. 2x 30. Bunu nə üçün deyirəm? Əlavə hissələrdə də gedəndə bu müəllimlər bəzən 2x 30-u və yaxud da basketbolda 2 dəqiqə fasilə 5 dəqiqə oyunu qarışdırır. Fərqli bir şeylər. Bu 2x 30 o deməkdir ki, yəni 2 hissədən ibarətdir. Hər hissəmiz 30 dəqiqədən ibarətdir. Yadınızda saxlayın. Ümumi oyunda nə qədər oynanıldı? 60 dəqiqə. 60 dəqiqə. Oyun bərabər bitərsə, 60 dəqiqə bitərsə, 60 dəqiqə bitdi. Oyun bərabərdir. Və qalib mütləq müəyyən olunmalıdır. Baxın, oyun normal oyunda yəni bərabər də bitə bilər. Bərabər bitərsə, hər komandaya, məsəl üçün, A komandası 2, B komandası 2. Yəni hesab 2-2 bitib, məsəl üçün də hesab 2-2 bitib. Və yaxud da 20-20 bitib. Hesab bərabərdirsə, qalib mütləq müəyyən olunmalı deyilsə, onda hər komandaya, A komandasına da bir xal veriləcək, B komandasına da bir xal veriləcək. Amma artıq qaliblə məğlub müəyyəndir. Məsəl üçün, A komandası 26-dır, B komandası 23-dür, məsəl üçün. Artıq A komandası irəlidədir da,
Qalibi ona görə verəcəklər 2 xal. Məğluba verəcəklər 0 xal. Yadınızı saxlayın. Qalibi 2, məğlubi isə 0 xal verilir. Əgər hesab məsəl üçün bərabər bitdi. Hesab bərabər bitdi. Bərabər bitib. Bərabər bitibsə, qalib mütləq müəyyən olunmalıdırsa, onda oyun əlavə hissə gedir. Necə əlavə hissə? Bu bitdi, bu bitdi. Yəni 60 dəqiqə bitdi, əsas hissə bitdi. Oyunda bərabərdir. Və qalib də müəyyən olunmalıdır. Ona görə 5 dəqiqə fasilədən sonra, baxın, 5 dəqiqə fasilə. 5 dəqiqə fasilədən sonra 2x5 oynanılır. 2x5. 2x5 nə idi? Nə demək idi? 2x30 nə demək idi? 2 isə hər hissə 30 dəqiqə. Bəs 2x5 nə deməkdir? Yəni 2 isə hər hissə 5 dəqiqə. Hər hissə 5 dəqiqə oyun. Və bu hissələrin arası fasilə nə qədər olacaq? Bu hissələrin arası fasilə 2 dəqiqə. Baxın. Əlavə ondan sonra demək olur ki, 10 dəqiqə oyun oynanılır. 2x5. Bu 2x5 də bərabər bitdi. Yenə bərabər bitdi. Oyun yenə bərabər bitdi. Necə oynanılacaq? Yenə 2x5 oynanılacaq. İkinci dəfə 2x5 oynanılacaq. Yəni nə qədər fasilədən sonra? 5 dəqiqə fasilədən sonra. 10 dəqiqə bitdikdən sonra 5 dəqiqə fasilədən sonra. Yenə 2x5 oynanılır. Yəni 2 hissə, hər hissə 5 dəqiqədən ibarət. Hər hissə 5 dəqiqədən ibarət. Və bunların da arası fasilə yenə 2 dəqiqə. Başa düşdünüz bunu. Deyəcəksiniz, müəllim, bu 2x5-də də bərabər olarsa oyun necə davam edər? Bu 2x5-də də bərabər bitərsə, oyun bu zaman 7 metrlik zərbəsinə, penaltı zərbəsinə gedər. O izah verəcəm onlarda, 7 metrlik zərbə necə vurulur. Bu zaman penaltı. Və hər komandanın üçün 5 atış verilir. Hər komanda üçün 5 atış verilir. Məsəl üçün, A komandası üçün də 5 atış verilir, B komandası üçün də 5 atış verilir. Yenə bərabər olarsa, yenə əlavə hər atış üçün, hər komanda üçün 1 atış verilir. Yəni bu şəkildə qalib müəyyən olunur. Bunları bildik. İndi bunları yadda saxlayaq. Oyun necə başlayacaq? İlk oyun başlayanda birinci hissən başlanğıcı püşk atımı ilə başlanılır. Püşk. Püşk atımı ilə. Püşk atılır. Püşkün qalibi ya meydanı seçir, ya da başlanğıcı seçir. Ya birinci hissən qalibi tutaq ki A komandasıdır. Birinci hissən qalibi A komandası. Yəni püşkün qalibi A komandasıdır. Birinci hissən A başlayırsa, 2-yə keçişdə 2-nə artıq B başlayacaq. 60 dəqiqə bitdi. Oyun bərabər bitib. Əlavə 2x5 oynanılacaq məsəl üçün. Onda necə olacaq? Kim başlayacaq? Burada da yenə püşk atılır. Baxın, burada da yenə püşk atma atılır. Burada da püşkün qalibi oyunun başlanğıcı və yaxud da meydanı seçir. Məsəl üçün, burada püşkü qazandı B komandası, oyunu başladı B. Birinci hissən B başlayıbsa, birinci 5 dəqiqə, ikinci 5 dəqiqəni başlayacaq A komandası. Bu 10 dəqiqə, yəni 2x5 bitdi. Yenə oyun bərabər olarsa, qalib axı mütləq müəyyən olmalıdır. Yenə 2x5 oynanılacaq. Bu 2x5-in də birinci hissəsində püşk atılacaq. Və bunu 2x5-də də yenə qalib müəyyən olundu, yəni olunmadı, bərabərlikdir. Yenə qalib mütləq müəyyən olmalıdır. Gəlirik penaltı seriyasına. Penaltı seriyasında yenə bir dəfə püşk atılır. Püşk atılır. Və püşkü qazanan komanda ilk zərbəni yerinə yetirəcək. Deyəcəksiniz, müəllim, hansı qapıya yerinə yetiriləcək? Yəni, məsəl üçün, futbolda eşitmişik ki, yəni bir dəfə püşk atılır ki, ilk zərbəni kim yerinə yetirəcək, ikinci dəfə püşk atılır ki, hansı qapıya vurulacaq. Burada bəs hansı qapıya vurulacaq? Burada hansı qapıya vurmaq lazım olduğunu hakimlər təyin edir. Belə baxırıq,
sual düşər ki, sual düşər ki, yəni oyunda maksimum neçə dəfə püşk atma atılır? Oyunda maksimum 4 dəfə püşk atılır. Nə zamanlar? Birinci hissəm başlanğıcı, 2x birinci 2x5'in başlanğıcı, ikinci 2x5'in başlanğıcı, oldu mu 3? 1, 2, 3. Bir də gedirik penaltı seriyasında bir dəfə püşk atılır. Bu da oldu 4. Yəni oyun bu şəkildə başlayır. Birinci hissən A başlayıbsa, ikinci hissən B başlayacaq, ikinci hissən yenə 2x5'e gedəriksə, bərabərlik olarsa, əlavə hissə gedərsə, birinci hissəni yenə püşk atılır. İkinci püşkü qazanan komanda, məsəl üçün B isə B başlayarsa, ikinci hissəni A başlayacaq. Yadınızda saxlayın. Bu bizim yəni hissələrimiz. Bəs oyunda dedik ki, bəs məsəl üçün püşkü qazanan necə başlayacaq? Məsəl üçün A komandasının meydanı, A komandasının meydanı və B komandasının meydanı. Püşkü qazanıb A komandası. A komandası gəlir. Ümumiyyətlə, hər kəs öz meydanında dayanır və A komandasının oyuncusunun biri gəlir, mütləq bir ayağı mərkəz xəttinin üzərində olur və hər kəs də öz meydanında. Rəqib komanda topdan minimum 3 metrdə məsafə saxlamalıdır. Və hakimin fitindən sonra oyuncu topu oyuna daxil etməlidir 3 saniyə ərzində. Baxın, oyun necə başlayır? Hakimin fitindən sonra bir ayaq mərkəz xəttinin mütləq üzərində olur, bir ayaq sərbəst öz meydanı tərəfdə və hakimin fitindən sonra oyuncu 3 saniyə ərzində topu oyuna daxil etməlidir. Rəqibdə 3 metr məsafə saxlayır. Sual düşər, oyun bəs mərkəzdən nə zaman başlanılır? Oyun mərkəzdən nə zaman başlanılır? Hissələrin əvvəli, bayaq dediyimiz birinci hissə, ikinci hissə, əlavə hissələrin əvvəli, bir də qol vurulduqda. Bəs qolu vuran başlayacaq, yoxsa qolu buraxan? Əlbəttə ki, qolu vuran yox, qolu buraxan başlayacaq. Məsəl üçün, A komandası getdi B komandasının qapısına qol vurarsa, B komandasının qapısına qol vurarsa, gəlib A başlamayacaq, gəlib B başlayacaq. İndi fikriniz burada olsun, diqqətiniz burada olsun. Baxın, hissələrin başlanğıcı zamanı hər kəs öz meydanında olmalıdır. Bu mütləq qaydadır. Bəs gəldi A komandası B komandasının qapısına qol vurdu. Bu zaman necə olacaq? A komandası qol vurdusa, B komandasının oyuncuları mütləq öz meydanında olmalıdır. B komandasının oyuncuları. Amma A komandasının oyuncuları mütləq deyil ki, öz meydanında olsun. Yəni B komandası qolu buraxdı, gəlib tez bir şəkildə mərkəzdən başlayıb oyuna başlaya bilər. Yəni daha gözləməyəcək ki, A komandasının məsələn oyuncular buradadırsa, A komandasının oyuncuları keçsin bura. Yəni onu gözləməyəcək. Yəni A komandası da istəsə keçər, istəsə keçməz. İstəsə keçib qapısını müdafiə edər, istəsə keçməz. Yəni bu yadınızı saxlayın. Oyunun başlanğıcı zamanı, mərkəzdən başlayan zaman hər kəs öz meydanında olur. Amma qol buraxıldıqda qolu buraxan komanda mütləq öz meydanında olmalıdır. Qolu vuran komanda, yəni rəqib komanda heç daha öz meydanında ola da bilər, olmaya da bilər. Bunu yadınızda saxlayın. Bunu bildik, başlanğıcı bildik. Komanda heyətindən danışım sizlərə. Komanda heyəti. Komanda heyəti. Burada 7 əsas, 7 meydan, 7 də ehtiyat var. Baxın, əsas. Əsas 7, ehtiyat 7. 7 əsas 7 ehtiyat var. Beynəlxalq yarışlarda 9 ehtiyat da ola bilər. Yadınızda saxlayın. Eyni ilə voleybolda demişdi ya, 6 əsas 6 ehtiyat var. Beynəlxalq yarışlarda ehtiyat 8 ola bilər. Bu voleybolda idi. Handbolda isə 7 əsas 7 ehtiyatdır. Beynəlxalqlarda 9 ola bilər. Və oyun başlayan zaman
meydana maksimum 7 nəfər çıxa bilər. Əsas heyət 7-də axı. 7 əsas çıxa bilər. Minimum isə 6 ilə də çıxa bilərik, 5 ilə də çıxa bilərik. Yəni 6 ilə də çıxa bilərik, 5 ilə də maksimumda 7 ilə. Bəs 4 nəfər oyunçu olarsa 4 nəfər olar. Yəni 4 nəfərlə çıxa bilərikmi? Xeyr, çıxa bilmərik. 4 nəfərlə meydana çıxa bilmərik. Minimum 5 oyunçu ilə çıxa bilərik. 4 nəfərlə çıxa bilmərik. Yadınızda saxlayın. Oyun gedişatı zamanı bəs məsəl üçün oyun başladıq 7 nəfərlə. Gedişatında qaldıq 5 nəfər və 4 nəfər qalmışıq. Gedişatından söhbət gedir. Başlayanda yox. Gedişatında 4 nəfər qalarsa necə olar? Bu zaman texniki məğlubiyyət verilə də bilər, verilməyə də. Buna artıq hakimlər qərar verir. Yadınızda saxlayın. Oyun gedişatında 4 nəfər qalarsa hakimlər qərar verir. Amma oyuna başlamamışdan əvvəl 4 nəfər olarsa, bu texniki məğlubiyyətdir. Yəni bunu artıq hakimlər qərarı elə texniki məğlubiyyət kimi verir. Yadınızda saxlayın. Və oyunçu dəyişikliyi. Oyunçu dəyişikliyində məhdudiyyət yoxdur. Yəni istənilən vaxt oyunçu dəyişikliyi yerinə yetirilir. Hardan? 4,5 metr. Baxın, 4,5 metr. Məsələn, mərkəzdən 4,5 metr bu yüz. 4 mərkəzdən 4,5 metr bu yüz. 4,5. Mərkəz xəttdən. Yəni, istənilən yerdən oyuncu dəyişikliyi edə bilməz. Məsəl üçün, A komandasının meydanı buradır, B komandasının meydanı bura. A komandasının oyuncuları mərkəz 4,5 metrə özlərinə aid olan meydandan yer dəyişmə edəcək. B komandası isə özlərinə aid olan yerdə. Yəni, istənilən vaxt. Gəlim A komandasının oyuncusu buradan yerinə yetirim, B komandasının oyuncusu buradan yerinə yetirim. Olmaz. Yadınızda saxlayın. Oyuncu dəyişikliyi də bu şəkildə olur. Bunu bildik. Oyunda belə deyək. Oyuncu dəyişikliyi səhv yerinə yetirilərsə, oyunda səhvlik olarsa oyuncu dəyişikliyi zamanı, bu zaman həmən səhv edən oyuncu 2 dəqiqəlik oyundan kənarlaşdırılacaq. 2 dəqiqəlik kənarlaşdırılacaq. Ümumiyyətlə, oyun gedişatı zamanı oyun necə oynanılır? Oyun ayaqla oynanılmır, meydanda ayaqla oynanılmır. Oyun əllə idarə olunur top. Yəni dirsəkdə, dizdən yuxarı bədən üzvləri ilə topa toxunmaq olar. Amma topu tutub, basketbolda deyil ya, topu tutub 2 addım atmaq, 2 addım hərəkət etmək. Burada topu tutmusansa, topu tutub 3 saniyədən artıq özündə saxlaya bilməzsən. 3 addımdan artıq addım ata bilməzsən. Yadınızda saxlayın. Topu basketbolda olduğu kimi topu siləmişiksə, tutmuşuqsa, yenidən siləməyəcəyik. Yadınızda, ya qapıya hücumu bitirməliyik, ya da pas ötürməliyik. Bunu da yadınızda saxlayın. Və qapıçıya aid bir neçə qaydalar tətbiq olunur. Məsəl üçün, qapıçıya nələrə icazə verilir, qapıçıya nələrə icazə verilmir. Qapıçı üçün, qapıçı topsuz halda 6 metrlik meydanını tərk edə bilər. İstədiyi vaxt topsuz halda öz meydanını tərk edə bilər. Və bir də onu birinci deyim ki, qapıçı meydanını, yəni qapısını müdafiə edərək bədəninin istənilən hissəsi ilə, istər ayaqla, istər əllə, istər başla öz qapısını müdafiə edə bilər. Amma saha oyuncuları nə dedik? Ayaqla oynamaq olmaz. Qapıçı, dedik, topsuz vəziyyətdə qapı meydanını tərk edə bilər. Topsuz vəziyyətdə. Əgər qapı meydanını tərk edibsə, sahaya çıxıbsa, artıq saha oyuncularına tətbiq olunan qayda qapıçıya da tətbiq olunacaq. Yəni, qapıçı da artıq ayaqla oynaya bilməz sahada. Amma öz meydanında ayaqla da oynaya bilər. Bəs dedik, çıxdıq, məsəl üçün, meydandan. Nə vaxt qayda bilər? Bir hücum bitdikdən sonra öz meydanına qayda bilər. Yəni, hücum bitməmiş meydanına qayda bilməz.
Və qapıçı topu tutub, məsəl üçün, topu tutduq buradan, öz qapı meydanına. Topu tutub öz meydanını tərk edə bilməz. Olmaz. Və yaxud da topu çiləyərək öz meydanını tərk edə bilməz. Əlavə olaraq, məsəl üçün, burada yerlə diyirlənir top. Mən də qapı meydanındayam, gedib o topu götürə bilmərəm. Və bu qapı meydanı ki var, 6 metrlik dediyim, bu. Bu meydana heç bir sahə oyuncusu keçə bilməz. Keçə bilər ha, necə? İndi hansı hallarda keçə bilər? Sadəcə keçirdim, özü üçün üstünlük əldə etmir. Sadəcə keçirdim. Və yaxud da pası ötürdüm, pası ötürdükdən sonra düşdüm meydana. Məsəl üçün, havada pası ötürdüm və yaxud da topu ötürdüm, özüm üçün üstünlük təşkil etmirəm, keçdim, müdafiə oyuncularına aiddir. Və yaxud da hücumçular gəlir buradan, məsəl üçün, buradan hücumçular tullanır, qapıya topu atır, ondan sonra düşür daxilə. Yəni bunlar qayda pozuntusu deyil. Amma keçim məsəl üçün qapı meydanına özüm üçün üstünlük təşkil edim, bu artıq qayda pozuntusudur. Necə? Məsəl üçün, müdafiəçi gəlir keçir qapı meydanına, özü üçün üstünlük əldə edir. Bu zaman avtomatik olaraq top keçir rəqibə, rəqib sərbəst zərbə yerinə yetirir. Və yaxud da müdafiəçi keçib qapı meydanına aşkar qol vəziyyətini qarşısına alarsa, burada artıq 7 metrlik zərbə təyin ediləcək. İndi 7 metrlik zərbələr haqqında ümumi məlumat verəcəm. Və hücumçu keçərsə, özü üçün üstünlük əldə edərsə, artıq top veriləcək qapıçıya, qapıçı qapıdan zərbi ilə oyuna davam edəcək. Yadınızda saxlayın. Əlavə olaraq, qapıçının nəzarətindən çıxmış topa, məsəl üçün, topu atdılar, mən qapıçıyam, topu atdılar, topu tutdum, əlimdən çıxdı, nəzarətimdən çıxdı, qapı meydanından çölə. Mən gedib o topu yenidən götürə bilərəm və yenidən götürüb sahədə topu idarə edə bilərəm və yaxud da ötürə bilərəm. Buna icazə var. Amma topu tutum, burada topla məndədir, çıxım olmaz. Topla istədiyi qədər yerini dəyişə bilər məhdudiyyətsiz. Və topu ləngitməli deyil. Topu özündə düzdür, 3 saniyə, 4 saniyə deyilən bir qayda yoxdur. Sadəcə gecişdirməli deyil, ləngitməli deyil oyunu. Əlavə olaraq, bu qapıçı haqqında bildiyimiz qaydalar. Və qapıçı qapıdan zərbə nə zaman edir? Qapıçı qapıdan zərbə. Ümumiyyətlə top qapıçıdadırsa və yaxud da rəqib bu qapı meydanına keçib özü üçün üstünlük əldə edərsə, bu zaman qapıdan zərbə. Top qapıçıya, baxın, top qapıçıya dəyib. Həmçinin 2026-cı ilin müəllimlər işə qəbul imtahanında düşmüş bir sualdır. Top qapıçıya dəyib, ön xətt, bayaq demişdik ya, bu ön xəttdə deyilər, qapı xəttdə deyilər, arx xəttdə deyilər. Ön xətti qapıçıya dəyib, ön xətti tərk edərsə oyun necə davam edər? Bu zaman qapıçı başlayacaq. Yadınızı saxlayın. Və yaxud da hücumçulardan top çıxdı qapı xəttdə, ön xəttin çıxarsa, bu zaman qapıdan zərbi ilə oyun başlanılacaq. Yadınızda saxlayın. Və əlavə olaraq dedik, hücumçular, məsəl üçün, hücuma gedirəm, müdafiəçilər aşağı, tək 6 metrlik meydandan söhbət deyil. Meydanın istənilən yerində aşağı qol vəziyyətinin qarşısı alınarsa, bu zaman 7 metrlik zərbə yerinə yetirilir. 7 metrlik zərbədən danışım. 7 metrlik zərbə zamanı bu bizim 7 metrlik xəttimizdir. 7 metrlik zərbə zamanı qapıçı minimum topla 3 metr məsafə saxlamalıdır. Minimum topla. Yəni bu gördüyümüz 4 metrlik demişdi ya, qapıçı xətti. Bu qapıçı 7 metrlik zərbə zamanı 4 metr xəttə qədər irəliləyə bilər. Hətta xətti tapdalaya da bilər. Amma keçə bilməz. Havada keçə bilər. Məsəl üçün xətti tapdaladım, bədənimin
havada digər hissələr, məsəl üçün qolum olsun, sinəm olsun, yəni keçə bilər. Amma xətti tapdalayıb keçim olmaz. Minimum qapıçı ilə, yəni topun arasında 7 metrlik zərbənin arasında 3 metr məsafə olmalıdır. Və 7 metrlik zərbəni yerinə yetirən oyunçu maksimum, baxın, mərkəzə tərəf, maksimum 1 metrə aralıdan vura bilər. Və 7 metrlik zərbə zamanı xətti tapdalamaq olmaz. Xətti tapdalayım, mən 7 metrlik zərbəni yerinə yetirim, olmaz. Xətt nə zaman taplanılır? Mərkəzdən başlayan zaman, yandan başlayan zaman, bu zamanlar yəni xətti tapdalayıb başlaya bilərik. Amma daha mən 7 metrlik zərbəni xətti tapdalayım atıb olmaz. Və 7 metrlik zərbə zamanı tullanaraq yerinə yetirmək olmaz. Ümumiyyətlə, yandan olsun, mərkəz olsun, 7 metrlik zərbə zamanı tullanaraq biz 7 metrlik zərbəni yerinə yetirə bilmərik. 7 metrlik zərbə zamanı 7 metrlik zərbəni yerinə yetirən oyuncular, məsəl üçün, B komandası 7 metrlik zərbə yerinə yetirir. 7 metrlik zərbə yerinə yetirən oyuncular qırıq-qırıq xəttin arxasında dayanır B komandasının oyuncuları, digər oyuncular. Yəni topdan 2 metr məsafə saxlayır. A komandasının oyuncuları, yəni müdafiəçilər, topdan 3 metr məsafə saxlayır. Yadınızda saxlayın. A komandasının oyuncuları 3 metr, topdan 3 metr. B komandasının oyuncuları, yəni zərbəni yerinə yetirən komandanın oyuncuları 2 metr məsafə saxlayır. Yadınızda saxlayın. 7 metrlik zərbə hakimin fitindən sonra mütləq şəkildə 3 saniyə ərzində yerinə yetirilməlidir. Belə nəticə çıxır. 3 saniyə qaydası harda tətbiq olunur? 3 saniyə qaydası 3 halda tətbiq olunur. Yadınızda saxlayın. 7 metrlik zərbə mərkəzdən başlayan zaman, bir də topu tutmuşamsa top əldə 3 saniyə ərzində saxlaya bilərəm. Yadınızda saxlayın. 7 metrlik zərbə zamanı müdafiə olunan komandanın oyuncuları qayda pozuntusu edərsə, müdafiə yəni 7 metrlik zərbə zamanı A komandanın oyuncuları, müdafiəçilər qayda pozuntusu edərsə, top qapıdan keçərsə qol qeydə alınır, keçməzsə zərbə təkrarlanır. Hücumçular qayda pozuntusunu edərsə, top qapıdan keçərsə qeydə alınmaz, zərbə təkrarlanar. Top qapıdan keçməzsə, qapıcı qapıdan zərbə ilə oyuna başlayır. Yadınızda saxlayın. Bu 7 metrlik zərbə. Bəs 7 metrlik zərbə nə zaman, hansı hallarda olur? 7 metrlik zərbə dedik, meydanın istənilən yerində aşkar qol vəziyyətinin qarşısı alınarsa 7 metrlik zərbə yerinə yetirilir. Sonra aşkar hücuma gedirəm, aşkar qol vəziyyəti zamanı salonda işıqlar keçərsə, kənardan fit səsi eşidilərsə, bu zaman 7 metrlik zərbə təyin olunur. Yadınızda saxlayın. Və yaxud da aşkar qol vəziyyəti, həmçinin qapı meydanında, yəni aşkar qol vəziyyətinin qarşısı alınarsa 7 metrlik zərbə təyin olunur. Oyun gedişatı zamanı, məsəl üçün, A-B komandası gəlir hücuma və aşkar qol vəziyyətdir, topu atır. Bu bilirik ki, aşkar qol olacaq. Bunu kənardan, azarkeş tərəfindən hər hansısa əşri ilə topu müdaxilə edib qapıdan keçməyə imkan verməzsə, hakimin qərarı qol qeydə alınmış olacaq. Çünki kənardan azarkeş müdaxilə edib. Bu bilirik ki, aşkar qoldur da. Bu aşkar qolun qarşısını kənardan belə deyək də, azarkeş müdaxilə edərsə, bu zaman qolu qeydə alınmış kimi götürəcəklər. Yadınızda saxlayın. Bu da bizim 7 metrlik zərbəmiz. Yadınızda saxlayın. Top tavana dəyərsə, top son olaraq hər hansısa oyuncularda, məsəl üçün, B komandasının oyuncusu topu atdı son olaraq, getdi dəydi tavana. Bu zaman A komandasının oyuncusu topu yandan oyuna daxil edəcək. Və yaxud da B komandasının oyuncusu topu atdı, yandan çıxdı. Bu zaman A komandasının oyuncusu topu yandan oyuna daxil edəcək. Yadınızda saxlayın.
Və dedik, yandan başlayan zaman bir ayaq mütləq xəttin üzərində olur, bir ayaq sərbəst və burada hakim fit vermir. Yəni 3 saniyə qaydası tətbiq olunmur. Sadəcə topu gecikdirmədən, ləngitmədən topu oyuna daxil edilməlidir. Yadınızda saxlayın bu prosesi də. Əlavə olaraq oyunculardan dedik 7 əsas, 7 ehtiyat. Və keçək biraz digər hissəyə. Oyunda kartlardan danışaq. Oyunda 4 kart var. 4 kart var. 4 kart var. 1. Sarı kart. Sarı. Gəlin sarı kartdan danışalım. Sarı kart nədir? Sarı kart xəbərdarlıqdır. Oyuncu bir sarı kart ala bilər. Komanda isə 3 sarı kart ala bilər. Yəni 3 sarı kart dedikdə, yəni ümumi 3 dənə sarı kart ala bilər. Sarı kart nədir? Şifahi xəbərdarlıq. Bəzən bu şifahi xəbərdarlığı deyəndə müəllimlər elə bilir şifahi dilindən deyilir. Daha sarı kart göstərmir. Yadınızda saxlayın. Oyuncu bir şifahi xəbərdarlıq, bir sarı kart ala bilər. Və komandada 3 şifahi xəbərdarlıq, 3 sarı kart ala bilər. Oyuncu bir dəfə şifahi xəbərdarlıq aldısa, oyuncu birinci şifahi xəbərdarlıq aldısa, okey, oyuna davam edəcək. İkinci dəfə qayda pozuntusu edərsə, bu zaman hakim kart göstərmir. 2 dəqiqəlik oyundan kənarlaşdırma. Hakim işarəsini göstərir, bizə hakim işarələri lazımdır. Hakim işarəsini göstərərək oyundan kənarlaşdırır. 2 dəqiqə oyundan kənarlaşdırır. Baxın, bir dəfə şifahi xəbərdarlığını aldı. Yeni qayda pozuntusu edərsə 2 dəqiqə kənarlaşdırılır. 2 dəqiqə bitdi. Baxın, yadınızı saxlayın, müəllimlərimiz bəzən qarışdırır. İstəyir futzalla qarışdırır. İndi futzalın da video izahını göndərəcəyəm. Futzalla qarışdırır. Məsəl üçün, komanda qapısından qol buraxarsa 2 dəqiqənin bitməyinə ehtiyac yoxdur. Xeyr, belə bir qayda yoxdur. Bu qayda futzaldadır. Burada oyuncu 2 dəqiqənin bitməyin mütləq gözləməlidir. 2 dəqiqə bitdikdən sonra oyuna daxil ola bilər. Yəni 2 dəqiqə bitməyənə qədər oyuna daxil ola bilməz. Məsəl üçün 2 dəqiqə bitməyinə 20 saniyə vaxt qalıb. 20 saniyə vaxt qalıb. Bitməyinə 20 saniyə. Oyuncu meydana daxil oldu. Oyun necə davam edər? Həmən dəqiqə həmən oyuncuya bir də 2 dəqiqəlik oyundan kənarlaşdıracaq. Məsəl üçün məni 2 dəqiqə oyundan kənarlaşdırıblar. Mən kənarlaşmışam. 20 saniyə qalmış, 20 saniyə qalmış. Mən meydana daxil olam. Cəzamın bitməsinə 20 saniyə qalmış. Avtomatik o hakimin qərarında olacaq. Məni yenidən 2 dəqiqə kənarlaşdıracaq. Mən getdim, cəzamı aldım, yenə 2 dəqiqə kənarlaşdım. Deyəcəksiniz, bəs nə oldu, 20 saniyə tezgir var. Həmin o 20 saniyədə, məsəl üçün, mənim komanda yoldaşım Vəli. Avtomatik olaraq Vəlini də oyundan 20 saniyə kənarlaşdıracaq. Yəni, mənim yerdə qalan 20 saniyəmin cəzamı meydanda olan bir oyuncuma da təsir edəcək. Yəni, bir oyuncum da çıxacaq 20 saniyə gözləyəcək. Artıq komandamda 2 oyuncu azlığı ilə oynayacaq. Yəni, bu komandaya mənfi təsir göstərir axı. Ona görə həmən oyuncular, 2 dəqiqə cəza alan oyuncular öz məsuliyyətini başa düşüb, yəni hər an komanda özü çıxıb 6 nəfərlə oynayırlar da, daha tez girim bir nəfər də həmən oyuncuya görə çıxsın, 5 nəfərlə oynansın, daha hansı düzgün diyorlar. Oyuncu avtomatik özünü dərk edir ki, yox da, yəni mən 2 dəqiqəmi qoy dayanım, 2 dəqiqəm bitsin, ondan sonra oyuna daxil olaram. Məsəl üçün, 1 dəqiqəm bitib 1 dəqiqə qalıb, girdim 1 dəqiqə oyuna tez, avtomatik hakim təzədən 2 dəqiqə cəza alır, bu tərəfdən də keçdi dala, qabağa düşmək istəyirdi, oldu, düşdü dala. Avtomatik komanda yoldaşlarından biri, Vəli olsun, Əli olsun, Nəmmi, Fatma olsun, fərq eləmir. Avtomatik olaraq həmən yerdə qalan 1 dəqiqə cəzasında bir oyuncu komandasından çəkir. Bunu da yadınızda saxlayın. Keçək qaydaq bu hissəyə. Oyuncu bir
şifahi xəbərdarlıq aldı. İkincini 2 dəqiqə kənarlaşma aldı. 2 dəqiqəsi bitdi, yenidən meydana qayıdı. Yenə qayda pozuntusu olarsa, yenə 2 dəqiqə cəza alacaq. 2 dəqiqə kənarlaşdı oyundan. Artıq 2 dəfə 2 dəqiqə kənarlaşıb. Gəldi oyuna, oynayır. Yenə qayda pozuntusu oldu. 3-cü 2 dəqiqə kənarlaşma. Burada artıq hakim qırmızı kart. Qırmızı kartı göstərərək bir dəfəmlik oyundan kənarlaşdıracaq. Yekun olaraq nə deyirik? Oyunçu bir şifahi xəbərdarlıq ala bilər. Bəli, ala bilər. Bir kart ala bilər. Bir dənə sarı kart ala bilər. Yəni ikinci sarı kart alınır. Ondan sonra növbəti qayda pozuntularında 2 dəqiqə kənarlaşdırır. 1, 2, üçüncüdə isə bir dəfəlik qırmızı kartla oyundan kənarlaşdırılır. 2 dəqiqə gözlənilir. Azlıqda oynayır komanda. 2 dəqiqədən sonra onun yerinə başqa bir oyunçu gəlir. Yəni sual düşər ki, oyunçu neçənci 2 dəqiqə cəzasında bir dəfəlik kənarlaşır? 1, 2, 3-cü 2 dəqiqə cəzasında oyuncu bir dəfəlik oyundan 2 dəqiqə kənarlaşır. Yəni bir dəfəlik oyundan kənarlaşdırır. Və bir dəfəlik kənarlaşıb 2 dəqiqə gözlənilir ki, yəni 2 dəqiqə cəza var axı. 2 dəqiqədən sonra növbəti bir oyuncu meydana daxil olsun. Yadınızda saxlayın. Bu bizim sarı kart. Deyəcəksiniz, bəs müəllim, bu oyunçunun bildiyi ki 1-dir. Komandanın niyə 3-dür və necə olur? Baxın, məsəl üçün, komandanın 3-dür. Bunu başa düşdük, bunu silək. Məsəl üçün, komandanın tərkibində var Elcan, var Əli, var Vəli, var Mansur, var nə bilim, Maqsud. Hər nəsədə. Yəni, məsəl üçün, bunlardır. Və komandanda 3 şifahi xəbərdarlıq alma limiti var. Elcan aldı bir şifahi xəbərdarlıq. Avtomatik komandanın tərkibinə yazılır 1. Əli aldı bir şifahi xəbərdarlıq. Yəni hələ oyundadırlar. Demişik ya, oyuncu bir şifahi xəbərdarlıq ala bilər. Hələ oyundadırlar. Avtomatik o yeni yazılacaq. Komandanın tərkibinin üzərinə 1. Və Elcan bir dəfədə qayda pozuntusu oldu, getdi 2 dəqiqə kənarlaşmıyor. Yəni artıq demişik axı, bir şifahi xəbərdarlıq, ikincisini aldıqda artıq 2 dəqiqə kənarlaşma. Bu ikinci cəza aldığına görə komandanın üzərinə 1 gələcək. İndi gəlir, komanda 3 oldu mu? 3 oldu. Limit doldu. Dördüncü nedir? Vəli. Vəli bir şifahi xəbərdarlığını alır, bir şifahi xəbərdarlığını alır. Amma bu Vəliyə şifahi xəbərdarlıq əvəzinə 2 dəqiqə kənarlaşma verilir. Niyə? Baxmayacaqlar, Vəli birinci şifahi xəbərdarlığıdır, sarı kart verməlidirlər. Ona baxmayacaqlar. Niyə baxmayacaqlar? Çünki komandanın limiti dolmuş olur, dördüncünü etmiş olur. Ona görə də avtomatik Vəliyə 2 dəqiqə kənarlaşma çıxacaq. Məsəl üçün, Mansurun da birinci şifahi xəbərdarlığı olacaq və komandanın faal limitdə olduğuna görə elə birincidən 2 dəqiqə kənarlaşmaya gedəcək. Yadınızda saxlayın bunu. Bu bizim sarı kartımız. Qırmızı kart nədir? Qırmızı kart oyundan birbaşa kənarlaşdırma. Və komanda 2 dəqiqə azlıqda oynayır. Onun yerinə başqa bir oyuncu gələ bilər oyuna. Var mavi kart. Mavi kart nədir? Mavi kart bir və bir neçə oyundan kənarlaşdırmadır. Raport verərək oyundan kənarlaşdırmadır. Yəni oyuncu daha sərt qayda pozuntusu olarsa raport verir və oyundan kənarlaşdırılır. Yadınızda saxlayın. Və bu protokola yazılır. Bu mavi kart. Bir də var yaşıl kart. O da time out kartıdır. Normal oyunlarda işlədiyimiz time out.
O da yaşıl kartdır. İndi onu daha ətraflı izah edəcəm. Oyunda neçə kart oldu? Oyunda 4 kart oldu. 1 sarı, 2 kırmızı, 3 mavi, 4 yaşıl. Bir dənə izah etmədiyim yaşıl kartda onun da izahını indi verirəm. Yəni hərəsinin öz rəngində yazdım ki, elə göz yaddaşınızdan da biləsiniz. Oyunda 4 kart var. Sarı, qırmızı, mavi, yaşıl. Bunu bildik. Yaşıl kart nədir? Onun izahını vereyim. Yaşıl kart timeout kartdır. Ondan əlavə deyim ki, dedik oyun 2 hissədən ibarətdir. 2 hissə. 2 hissədən ibarətdir, elə deyil. İndi keçək yaşıl kartın izahı. Yaşıl kart timeout kartdır. Və hər komandaya 3 timeout verilir. 3 timeout. Və bu da oyun başlamamışdan əvvəl T1, T2 və T3. Oyun başlamamızdan əvvəl T1, T2, T3. Bunu verirlər məşqçiyə. Məşqçiyə verirlər ki, məşqçi timeout'u götürsün. T1, T2, T3'ü məşqçi. Və bu T1, T2, T3'də bölürlər hissələr arasında. Məsəl üçün 1 timeout, 2 timeout, bu da 3 timeout. Yəni 3 timeout verilir. İstəsək bunun birinci hissədə birini götürərək, istəsək ikinci hissədə birini. Bu yerdə qalan bu timeout var ha, bunu istəsək birinci hissədə götürə bilərik, istəsək ikinci hissədə. Baxın, birinci hissədə götürmüşsə, ikinci hissə üçün biri götürəcəyik. Birinci hissədə, məsəl üçün, birinci hissədə birini götürmüşsə bir timeout. İkinci hissədə ikisini götürə bilərik. Burada bir nüans var. Bir hissədə maksimum 2 timeout götürə bilərəm. Bu nə deməkdir? Yəni 3 timeout'un. Üçünü də mən birinci hissədə götürüm, olmaz. Bir hissədə maksimum 2'sini götürə bilərəm. Birinci hissədə maksimum 2 dənə timeout götürə bilərəm. İkinci hissə üçün bir timeout götürəcəm. Artıq birinci hissə üçün bir timeout götürmüşəmsə, birinci hissə bir timeout götürmüşəmsə, ikinci hissədə 2 timeout götürəcəm. Birinci hissədə bir timeout götürdüm. Timeout'un vaxtı 60 saniyə. 60 saniyə, yəni 1 dəqiqə. Bunu da məşqçi götürür. Və məsəl üçün timeout tələb edəndə timeout nə zaman tələb edir? Top kimdədirsə, timeout'u o tələb edə bilər. O da top ölü olduğu vaxt. Məsəl üçün A komandasından top çıxdı və yaxud da A komandası qayda pozuntusu etdi, topu verəcəklər mənə, B komandasına. Və B komandası da artıq top məndə olduğu üçün məşqçi gedib B komandasının məşqçisi hakim masasının üzərində o T1 yazılan timeout'u hakim masasının üzərinə verir, yəni hakim masasına verir, hakim masasına qoyur və timeout'unu tələb edir. 60 saniyə timeout'unu götürür. Və timeout'un 50-ci saniyəsində, yəni timeout'un bitməsinə 10 saniyə qalmış, hakim fit verir ki, yəni məlumat verir ki, sizin artıq timeout'unuzun vaxtından 50 saniyə keçib, gəlin meydana. Və sual düşə bilər, timeout kim götürür? Timeout'u top kimdədirsə o komanda götürür. Keçək bura. Birinci hissədə bir timeout götürmüşəmsə, ikinci hissəyə 2 timeout götürə bilərəm də avtomatik olaraq. 2 timeout. Bu oyunun bitməsinə və yaxud da ikinci hissənin bitməsinə 5 dəqiqə qalarsa, 2 timeout'dan biri silinəcək. Mən yerdə qalan birini götürə bilərəm. Birini götürə bilərəm artıq. Yadınızı saxlayın.
Necə ki basketbolda deyirdi ya, ikinci hissənin bitməsinə 2 dəqiqə qalıbsa, 3 taymatın 3-ü də durursa 1 silinir. Burada da həmçinin ikinci hissənin bitməsinə 5 dəqiqə qalarsa, 2 taymatın 2-si də durursa 1-i silinəcək. Yerdə qalacaq 1-i. Yəni bu şəkildə. Yadınızı saxlayın. Yaşıl kartda nə oldu? Taymat kartı. Taymat kartı kimdə olur? Məşqçidə. Sual düşə bilər. Oyunda neçə kart var? Oyunda 4 kart var. Bəs yaxşı. Oyunda hakimdə neçə kart olur? Hakimdə 3 kart olur. Niyə 3 kart? 4 kart var axı. Biri məşqçidə olur. Yaşıl kart məşqçidə olur. Sarı, qırmızı, mavi olur hakimdə, meydan hakimində. Yadınızda saxlayın. Və oyunda 4 hakim heyəti var. 4 hakim heyəti var. Bunlardan ikisi meydan, ikisi isə masa olur. Yadınızda saxlayın. 2 bərabər hüquqlu hakim var meydanda. Əlavə olaraq yadınızda saxlayın. Məsəl üçün birinci hissənin bitməsinə, birinci hissə 32 dəqiqə oynayıb. Hakimin fikrindən çıxıb, vaxtı dayandırmayıb 32 dəqiqə oynayıb. İkinci hissəni 28 dəqiqə oynayacaq. Yəni hakim bunu düzəlişini edəcək. Və yaxud da 2 hakim, yəni ayrı-ayrı qərarlar düşünürsə, oyunçu qayda pozuntusu edib, ayrı-ayrı oyunçuya bir cəza düşünürsə, bunun ən ağırını verəcəklər. Yadınızda saxlayın. Əlavə olaraq hakimlər haqqında da onu deyə bilərəm ki, meydan hakiminin biri, məsəl üçün xəsarət alır, zədələnərsə, oyunu yerdə qalan bir hakim idarə edəcək. Yadınızda saxlayın. Və oyunda passiv oyun var. Meydanda izah edin bunu. Oyunda passiv oyun müşahidə olunur. Passiv oyun nədir? Komanda topu ləngidir, hücum etmir, gecikdirir, oyunu gecikdirir. Bu zaman hakim 17 jest işarəsini göstərərək, 17 jest hakim işarəsini göstərərək passiv oyunu elan edir. Passiv oyunu artıq oyuncular gördü ki, hakim bu işarəni verdi. Yəni passiv oyunda artıq. Passiv oyunda 4 ötürməyə 4 ötürməyə hücum yekunlaşmalıdır. 4 ötürməyə hücum yekunlaşmazsa, avtomatik oyun dayandırılır. Top verilir rəqibə, rəqib sərbəst zərbinin oyuna daxil edir. Məsəl üçün, top məndədir, məsəl üçün məndə, Elzanda. Və passiv oyunu görürəm. 4 ötürməyə hücumunu yekunlaşdırmalıyam. Məsəl üçün, Elzan atdı Əliyə. 1 ötürmə oldu mu? Bu 1. Əli atdı Vəliyə. Oldu mu 2? Vəli atdı Həsənə. Oldu mu 3? 1. Elzan atdı Əliyə. 1. Əli atdı Vəliyə 2. Vəli atdı Həsənə 3. Və Həsən də atdı, məsəl üçün, Murada. Bu da oldu 4. 4 ötürmədir. Artıq 4-cü ötürmə Murada çatdır. Bu hücumunu yekunlaşdırmazsa, avtomatik olaraq oyun dayandırılır. Top keçir rəqibə, rəqib sərbəst zərbə yerinə yetirir. Yəni maksimum 4 ötürməyə hücumunu yekunlaşmalıdır. Yekunlaşmazsa top keçirir rəqibə. Bu da bizim passiv oyunumuz. Handbol idman oyunundan bu qədər. Yəni bugünkü izahımız bu qədər. Və bizim onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə 050 498 86 28 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.